Bərdə rayon icra hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul görüşü keçirilib. Keçirilən Rəhbəriyyət görüşdə icra çatdırılır, hakimiyyətinin aidiyyatı başçısı, sistemə aparatın işlənilir, məsul şəxsləri, qərar qaldırılır. hüquq mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları və kənd sakinləri iştirak ediblər. Rayon icra hakimiyyətinin başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatların, əhalinin rifah halının daha da yaxşılaşdırılması istiqamətində icra olunan layihələrin hər bir yaşayış məntəqəsini əhatə etdiyini vurğulayıb və Qaradağlı kəndində görülən işlər barədə vətəndaşlara ətraflı məlumat verib. Görülən işlərdən məmnunluqlarını bildirən sakinlərin daha sonra təklif və şikayətləri dinlənilib. Kəndin 1 kilometr uzunluqda baş yolunun asfaltlanması, kənddə 28 hektar pay torpaqlarının suvarılması məqsədi ilə bir ədəd arteziyan quyusunun qazılması, həyətyanı torpaq sahəsinin verilməsi, bir dəfəlik maddi yardım edilməsi ilə bağlı müraciətlər dinlənildikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib. Vüsal Rafiqoğlu, Rauf Qarabağlı, Vəfa Hüseynova, Aran TV Bərdə.